Həzrət İbrahim əleyhissalamın ədəbinin Allahla davranışına baxaq. Əlləzi xələqəni fəhuvə yəhdini. O Allah ki, məni yaradıb, elə məni də hidayət edib. Vəlləzi huvə yut'imuni və yəsqini. O Allah ki, mənə taam verib, o Rəbbim ki, özü mənə susadıqda su yetirmiş. Baxın, məni yaratmış, o məni hidayət etmiş. Mənim Allahım mənə taam vermiş, acıyarkən, susayarkən su vermiş. Amma 3-cü ayəyə baxaq. Və izə məristu fəhuvə yeşfini. Mən xəstələndikdə mənə şəfa verən odur. Vəlləzi yumituni və yuhyini. Odur məni öldürən, odur məni dirildən, odur məni yaşadan, odur məni aparan deyə. Deməli, hər birində bütün işləri Allaha nisbət verir. Ədəbin bu ifadənin içərisində, ayənin içərisində gizli nöqtəsi nədir? Deyir, odur, Rəbbim məni yaradıb, məni hidayət. Yaratmağı da kimə nisbət verir? Allaha. Hidayəti kimə nisbət verir? Allaha. Odur məni acdıqda təamla qidalandıran. Odur məni su lazım olanda. Amma izə məristu, elə ki mən naxoşladım, deyə bilərdi də əmrəstəni, məni xəstələndirdikdə. Amma ədəb qaydalarına riayət edir, deyir, mən xəstələndikdə, mən məriz oldu. O xəstəliyi Allaha nisbət vermir. Ədəb qaydalarında deyir, mən naxoşladıqda fəhuvə yeşfini, odur mənə şəfa verən. Və nəticə etibarı ilə biz Allaha ədəbli davranma məsələsində bir şey düşünməliyik ki, bizim dinimizdə, İslamda o tolerantlıq deyiləsi bir termin var. Hətta Peyğəmbərimiz Quran-ı Kərimdə mübarək Ən'am surəsinin 108-ci ayəsinə, mən ayənin bir hissəsini sizlərə oxuyacam. Xütbədən sonra vaxtınız olsa ayənin rəqəminin, nömrəsini yadınızda saxlayın, özünüz daha da ətraflı baxa bilərsiniz. Allah Teala mübarək Ən'am surəsinin 108-ci ayəsində buyurur ki, وَلَا تَسُبُّ الَّذ۪ينَ يَدْعُونَ مِنْ دُونِ اللّٰهِ فَيَسُبُّ عَدُوًّا بِغَيْرِ عِلْمٍ. Peyğəmbərimizə buyurur ki, onlara söyləyin, onların ibadət etdiklərini, yəni Allah adlandırdıqlarını neynəməyin, söyməyin. Onlara, yəni Allahdan başqa tapınıblar, həqiqi məbud olmasalar da, amma onları ki özlərinə Allah bilirlər, Peyğəmbərimizə göstəriş verib ki, insanlara deyin, onları neynəməsinlər, söyməsinlər. Ayədə açıq-aşkar. وَلَا تَسُبُّ اَلَّذ۪ينَ يَدْعُونَ مِنْ دُونِ اللّٰهِ فَيَطُبُّ عَدُوًّا بِغَيْرِ عِلْمٍ. Cavabında buyurur ki, siz əgər onların Allah adlandırdığı, ibadətə layiq olmayan, Allah hesab etdiklərini söymüş olsanız, onlar da dönüb qayıdıb sizin həqiqi Allahınızı neyniyərlər? Söyərlər. Yəni, İslam məntiqində, müsəlmanlıqda hətta başqa dinlərin özlərinə sapındıqları, Allah bildiklərini belə ehtiramla qarşılayır. Biz belə bir dinin təmsilçiləriyik və biz müsəlman olaraq İslam dinini qəbul edərək din bizə, İslam bizə başqalarının özlərinə məbud sandıqlarına belə hörmətlə yanaşmağı bizə tövsiyə edir. Amma biz bir xalq olaraq, bir millət olaraq, bizim fundamental, köklü, əsaslı olaraq dinimiz İslam, biz Peyğəmbərin ümməti olaraq bu istənilən orqanda, istənilən təbəqədə fərq eləməz. Qadın, kişi, cavan, qoca, ziyalı, məmur fərq eləməz. Heç kimə bu haqq verilməyib ki, bizim yenilməz qüvvət, qüdrət sahibi olan ulu Tanrımıza o xoşa gəlməz ifadələri. Təbii ki, əgər Allaha və onun dininə o söhbətlər, o nisbətlər verilibsə, Allah özünü və dinini
özü mühafizə edir. Allah öz dininə və özünə bizim hər birimizdən daha dəqiq və daha mətin, daha qüdrətli olaraq sahib çıxır. Amma hər birimizin də bir müsəlman olaraq, bir inanclı olaraq öz dinimizi, öz Allahımızı müdafiə etmək hər birimizin boynunda bir haqdır, bir məsələdir, bir vəzifədir. Ona görə bir şeyi unutmayaq. Son olaraq mən bunu qeyd edeyim. O keçmişdən ibrət məsələsində Fironlar, Hamanlar, Şəddadlar, Qarunlar, Nəmrudlar olub. Halbuki Firona verilənin bəlkə də milyonda biri bugün özünü bütün dünyaya güc qüvvəsi kimi elan edən heç bir kəsə verilməyib. Nəmrud sonda ölümün eşidibsiz də, bir dənə milçəyin burnundan girib, ta səltənəti vardı, icazəsiz heç kimlər, ordular, əskərlər, qapını açıb heç kim keçə bilməzdi. Hətta gününü unutmuşam, 3 günmü, yoxsa 2 günmü? Deməli, əlində əsa, bugünkülərə ibrət olsun deyə, bizlərə, ümumi insanlara ibrət olsun deyə, quş quşduğu ilə belə öz dilimizdə desək, sarayında uça bilmədiyi halda bir milçək burnundan girir ta ölüm nöqtəsinəcən və əlində əsa dayanır. Elə ayaq üstədə Həzrəti Əziz və Üzeyr Peyğəmbərin hadisəsini Allah danışanda bunu bir dəfə söhbət eləmişik. Eyni gündə dünyaya gəliblər, eyni gündə də dünyasını dəyişiblər. 2 qardaş əkiz olublar, hər ikisi də Peyğəmbər, Əziz və Üzeyr. Birinin dünyasını dəyişəndə 150 yaş olub, birinin isə 250 yaşı. İndi sual yarana bilər ki, eyni gündə yaranıb, eyni gündə dünyasını dəyişiblərsə, necə ola bilər? Biri 150 il ömr eləsin, biri 200. O hadisəni Quran-ı Kərimdə genişdir, bir kəndə, qəsəbiyə təbliğə gedirdi, bir yerdə dayanır uzan qulağı ilə, yanında xurcunu olur, xörəyi, suyu və s. Qəbrəstanlığa baxır, deyir, Allah bu qədər bu ölənləri necə dirildəcəksən, təəccüb eləyir və elə oturduğu yerdə də Allah onun ruhunu, Əshab-ı Kəhf 300 il, buna nümunələr varmızdır Quran-ı Kərimdə. Deməli, 100 il Allah onu elə olduğu yerdə ruhunu bədənindən çıxarır. Ayılanda soruşur ki, nə qədər yatmışsan? Yox, bazı bir gün, gün yarım olardı. Adam yorğun olanda bəzən görsən gecə ilə gündüzü qarışdırır, nə qədər yatıb durub bilmir. Bunu nədən qeyd edirəm? Və Həzrəti Mütəal Allah Peyğəmbərinə buyurur ki, vandır, bax ginən İlahi Marik uzun qulağına baxır, görür ki, uzun qulağın sümüyü qalıb. Amma xörəyi orada yeyəcək, içəcək nələr ki vardı xurcunda, ləm yətəsənnəh ayədə bu cürdür ki, hətta köhnəlmir. Bizim dildə boyatmayıb da, xörək biraz çörək qalanda bizim leksikonumuzda deyir, bu çörək boyat çörəkdir, boyat xörəkdir. Yəni, 100 il keçməsinə rəğmən uzun qulağın sümükləri, amma xörək əgər qalma baxımından, məntiqlə o xarab olmalıydı, bu haradasa qala bilərdi də. Amma tam əksi. Bu Allahın qüdrətidir. Və ya Nəmrud, hətta o öldükdən belə kənardan baxarmışlar, ayağı üstə qalıb baxı, əlində əsa. Kimsə cürət tapıb gəlib ona, üstündən neçə gün keçəndən sonra görürlər, daha bu tərpənmir də. Hərəkət eləmir, yaxınlaşırlar ki, neçə gün bundan öncə bu artıq dünyasını dəyişib. Məyər bunlar bizim üçün ibrət deyilmi? Allahla davranış qaydalarında, Allahın qüdrətinə dil uzatmamaqda, bizim üçün bir hədd, ölçü götürməkdə bu bəs etməzmi? Ona görə Allah, İnnəllaha alə kulli şeyin qadir, Allah hər bir şeyə qadirdir, mütləq qüdrət sahibidir. Allahdan diləyək, dinə və İslama, məzhəbə, xüsusilə Allahımıza yönələn o mənfur niyyətlər, əgər hidayət olunasıdırsa, Allah onları hidayət eləsin. Əgər hidayətə
qabil deyillərsə, hidayətlik deyilsə, Allah hər birini məhv nabud eləsin.